Herkese salam. Bugün sizinlə birlikdə bir həftəlik vlog çəkəcəyik. Əslində mən bu vlogu 2 ay əvvəl çəkmişəm. Sadəcə bu imtahana hazırlıq, kurs, məktəb, sonra bəzi şeylər, yəni bunu editləməyə heç şey elə bilmirdim, yəni vaxt tapa bilmirdim. Tapanda belə 8 dəfə falan editləmişəm. Sadəcə editlədiyim yerdə edit yoxa çıxardı. Bu prosesin əsəbləşirdim və ruhdan düşürdüm. Bu arada vlogun 6-cı və 7-ci gün ərzində əslində birinci həftədən başlamışdı. Səbəbi necə idi? Xəstələnmişdim. Səbəbi isə o Gəncəyə getdiyimiz günün səhərsi, yəni getdik və səhərsi gün mən belə qısa qol köynəyində bayıra çıxdım və pis evdə çəkirdim. O müddətdə mənə soyuq dəydi, özə tərli idim. Çünki təzə yəni yataqdan qalxmışdım və onu tez bayıra çıxdım çünki hava xoşuma gəldi. Yəni mən sərnələr sevirəm. Orada mənə soyuq dəydi və zaten tuvalet da soyuq dəymişdi. Çünki ora soyuq idi. Kurtka ilə idim. Biraz sinəmdən sonra çıxartdım kurtkanı və soyuq elə orada olanda biraz xəstələndim. Mən bu arada xəstəliyimi birazcık çox belə zor keçirən bir insanam. Bu arada aşağıdakı səsləri fikir vermək üzrə. Biraz qafamı alıram, yenə səslər gəlir. Mən xəstəliyi biraz zor keçirən insanam. Çünki burnumda problem var və burnumdakı problemi həll eləməyə, yəni əməliyyat lazımdır. Əməliyyat olandan sonra rahat yəni nəfəs ala biləcəm. Nəfəs almaqda, yəni xəstələnəndə nəfəs almaqda zorlanıram. Burada zaten danışmaqda məncə bəlli olur. Nəfəsə qalıram və bütün bədənim ağrıyır. Bəlkə bəzən də duyulur. İndi yəni dediyim kimi üzrlü sayın vlogu çox gec atdığım üçün. Umarım video xoşunuza gələr. Belə videoların gəlməsi üçün abunə olun. Belə videoların gəlməsi üçün abunə olub, like atıb dəstək ola bilərsiniz. Gəlin video keçək. Herkese salam, necəsiz? Uzun bir həftəlik uzun vlogumla sizinlə birlikdəyəm. Bugün eşitdiyiniz kimi bir həftəlik uzun vlog çəkirəm. İndi biz rayona gedəcəyik, səhər durmuşuq. Bir şeydir, hamı aşağı düşür yavaş-yavaş. Birazdan çıxacağıq. Hər nəysə, bu bir həftə ərzində sinəc keçirdəcəm. Bugün axşam toyumuz var. Ona görə Gəncəyə gedirik. Gəncədə olan takipçilerime buradan salam deyirəm. Hər nəysə, indi bu arada axşam da toydaydıq. Oradan gec gəldiyimə görə mən biraz çox gec durmuşam. Doğrudan da çox yorğun idum. Yəni mən və nənəm getmişdik. Ona görə də mən çox gec durdum. Nədən adım? Hər nəysə. Vlogumuza başlayaq. Yəni nə qədər saat olduğunu bilmirəm yol. Yəni, yol falan çəkəcəksən, bacım gəlir oradan gizlən gördüyünüz kimi. Burada artıq yola çıxırıq. Mən burada bəzi yerləri kəsmişəm və bəzi yerləri tez qoymuşam və bəzi yerləri səs qoymamışam. Çünki həm təlif haqqı gələ bilər, həm də ki, bəzi yerlərdə özəl falan söhbətlər gedir. Yəni bunu göstərmək istəmirdim. Artıq yola burada çıxdıq, gedirik. Bilmirəm, sizə də mənə gəlir, yoxsa təkcə mənə mi? Gedəndə çox gec gedirik, gələndə çox tez gəlirik. Artıq burada Gəncədəyik, Gəncəyə çatmışıq falan. Yəni yol falan 6 saatda falan belə idi. Burada çatmışıq. Bizimkilər falan hazırlanmaya başlayırlar. Burada makyaj falan edirlər. Toydan çəkə bilmədim çünki üzləri falan düşürdü bəzi insanların. Burada üzürlü sayın artıq və səhər görüşürük. Hamınızın sabahınız xeyir olsun. Necəsiniz? Umarım yaxşısınızdır. Dün axşam çox video çəkə bilmədim çünki doğrudan da yəni başıma da qarşıladı qardaşıma, buralar falan çəkmişik baxın. İndi səhər bugün ikinci gündəyik, həftənin ikinci gündəyik. Axşam da toy bitdi. Doğrudan da evə o qədər gec gəldik ki, daha yorğunluqdan mən o çıxışda video çəkə bildim. Hər nəysə, axşam da çəkə bilmədim. Nəysə, mən gəlin birazdan məktəb bilməm elə çıxarıq. Yox. Həqiqətən bu çox qəşəng. Günəş. Qəşəng. Burada qohumumuz gilə keçir, bir yan qonşularıdır, yaxındır bura. Artıq yola çıxmışıq, evə gedirik. Əslində bugün kurs günümüz idi. Sadəcə kursa getmədik. Zaten nə deyək, bir şey danışacaqdım deyə. Bayaq dediyim kimi də yol elə ki gedəndə çox uzun gəlir, gələndə çox qısa gəlir. Yol falan çox belə göstər telefon sallanır çünki bəzilərdə çoxlu daş falan belə vardı orada. Burada artıq Şamaxıdayıq, yemək yeməyə gəlmişik. Bizim həmişə Şamaxıdan keçəndə, yəni yolumuz belə düşməsə mütləq buradan keçirməliyik. Çünki yeməkləri bura qohumumuzundur. Yeməkləri həqiqətən çox baxdım. Adını bilsəydim dəyərdim, yəni hadan bilsəydim. İlk yerdə bekləmək istəyirəm. Bura gəldik. Burada belə kabinet olduğunu ilk dəfə görürdüm. Yəni yayda falan gəlməli, yaxşı yer. Ay yüzüm burada düşürmüş. Neyse, bura başqa yerə gedir, belə baxıram. Səslər silərəm. Da artıq yemək yeri, can çəkəndən çox bilirəm. Burada çay içirik. Aşıq gəlir falan.
Artıq mənzərə doğrudan həqiqətən çox qəşəng idi və havası da çox təmiz idi. Yəni çox qəşəng yerdir. Yayda falan gəlməli bir yerdir. Artıq yola çıxırıq yavaş-yavaş evə gedirik. Hava da qaranlıqlaşır zaten. Mən zaten evə çatanda bu artıq video çəkməm çünki telefonum biraz ölürdü və səhərə tez uyandım. Onu birazdan görəcəksiniz səbəbini. Yolda falan söhbət falan edilir, o qədər gülürük. Həqiqətən biz yol gedəndə belə ailəvicə, məsələn, bibimgili, əmimgili həqiqətən çox maraqlı olur, çox belə gülməli və əyləncəli olur. Yəni mən çox belə sosial bir insan deyildim. Bunun sayəsində, yəni son 1 ildə belə insanlara qaynaşıb qarışmaq öyrəndim. Bu arada bu ay bir həftə bundan əvvəl yenə getdik Gəncəyə. Gəncədəydim, yenə vlog çəkəcəkdim. Nə bunu vlog çəkəcəkdim. Sadəcə Gəncəyə çatışmaz başqa qohumumuzun rəhmətə getdiyini öyrəndik və tez qayıtmaq zorunda qaldıq. Buralara yaxın falan Zartqam ölüyor. Burada artıq 3-cü gündəyik. Sinif yoldaşlarımla gəzməyə gedirik. Qorxu evinə gedirik, şəhərə çıxırıq. Uşaqların falan toplaşmasını gözləyirik. Çox tez gəldik burada. Dostumla qabağını gözləyirik onları. Uşaqlar falan hamısı toplaşır. 1-2 nəfər falan qaldı burada. Dostumla uğraşıram. Uşaqlar da bizə söhbət falan. Burada gedirik və yolda bir dostumuz daha gəldiyini öyrənirik. Onu gözləyəcəyik burada falan. Bu arada bilmirəm mən təkcə eləyəm. Məsələn, dostlarımla falan gedəndə maşınla getmək deyil, avtobus ya da ki metro ilə getməyi sevirəm. Çünki elə daha otururuq yan-yana falan söhbət eləyirik, həm daha maraqlı olur. Bura şəhərə artıq çatdıq, qorxu evinə yaxınlaşırıq. Şəhərdə bu arada getdiyimiz qorxu evi adı Kabus idi. Bu arada 10 dəqiqə içində çıxdıq. Səbəbi isə bizə içəridə ilan olmasını dedilər. Yəni ilan var dedilər. Yəni tabutun içində bizi tabuta apardılar və ilan olduğunu dedilər. Biz də ilandan qorxdum. Mən həqiqətən ilandan qorxmuram. Sadəcə tiksinirəm bunun üçün. Bu arada bayaq kisəsi stol çartdı, mən deyil, yəni buradan deyim. Burada yəni çıxırıq üzgün halla. Sonra yeməyə gəldik. Moralimiz biraz düzəlir. Mən özümə kapatıcı aldım və sizə bunu göstərirəm. Bu arada bunu istifadə edib qurtarmışam. 3-cüyə keçmişəm artıq. Burada gondola minirik dostlarımla. Həqiqətən burada işçilər çox bezdiririk. Şu an biri Duqun adını soruşa. İşçinin maskisini koradı. Şəhəri falan gəzirik, şəhərin içərisini falan. Həqiqətən çox gözəl mənzərələr falan vardı. Qardaşımın səsinə xahiş edirəm, qulaq asmayın. Həqiqətən çox gözəl idi. Burada görürsünüz 3 alov bilməm, görsənir. Və artıq evə qayıdırıq. Mən burada ayrılıram uşaqlardan və ev tərəfə qalxıram. Bura evə yaxındır, yəni yol. Ev bu tərəfdə deyil, amma yaxındır. Buradan keçirəm kəstirmədən. Həqiqətən bitmiş haldayam. Nəysə 4-cü günü görüşərik. Hamınızın sabahınız xeyir, yeni bir günə başlamışam. Gün səncə gündəyik, 4-cü gündəyik. Mən də gedib səhər yeməyə yatıram. Sonra araşdırmaq aldım. Gedirəm evə. Artıq kursa gedirəm. Yəni 4-cü gün çox çəkə bilmədim, üzrlü sayın. Çünki məndə biraz unutqanlıq var, yəni. Qayıdıram artıq burada. Sabah görüşərik. Hər kəsə yeni bir gündən salam. Burada qardaşımın aparırıq kursa, yəni logoped aparırıq. Onun yəni müəlliminin gəlməsini gözləyirik. Bu qədər. Biraz xəstələnmişəm əslində. Burnum tutub, səsim də dəyişib. Mənəm. Soruşurlar. Əslində rəyonda da belə idim. Amma çox şeylər mənim üstünə qoymadım. Bugün səsim falan çox dəyişdi. Gəncliyim o tərəfə gedirik. Nənəmlə orada görüşəcəyik. Sonra nənəmlə gedəcəyik. Mən əslində bu videonu çoxdan çəkmişdim. Prosta mən yəni arada xəstələndim, iş falan çıxdı, editləyə bilmədim. Yəni bu biraz pis ağlımda o vaxt o qədər çox qəşəng fikirlər var idi ki, indi belə olması. Bu arada gənclik mola gedirik, çünki bəzi paltolar falan almalıyıq. Yəni kurtka, köynək, qardaşım falan belə. Yəni belə. Mən bunu Tayngon cəketinə bənzədirəm. Yəni çox belə bənzər o. Bir dənə fotosu var ya Celine orada. Bu arada bu paltarın qarasını aldım. Ya qarası yox, hadi arxadakı kartçim rəngini aldım. Nə anlam əlinə tutduğu. Yəni o paltar çox qəşəng əlimdə durmuşdu. O çəkəm mən amma çünki sırada gözləyən insanlar var idi. Yəni burada anam qardaşımın paltarları falan baxır. Yəni görsün ona nə alacaq. Həqiqətən anam qardaşıma bu aralar yəni həqiqətən çox paltar alır. Burada dəri cəketlərə baxıram. Bu dəri cəketlərdən məndə var idi. Burada dedim endirmə çıxmışdı. Mən baxalmışdım. Bunlarla falan gələm. Bu dokunu bu arada aldım. Yəni bunun 2 versiyası var məndə. Burada aldıq, çıxırıq, gedirik yeməyə. Həqiqətən ac idim. Dəhşət dərəcədə ac idim. Yeməyə gedirik.
Mən hər şey yeyən bir uşaq deyiləm, insan deyiləm. McDonald's yenə aldıq. Yəni burada nəsə Cotton'daydıq. Səhv deyə bilərəm, üzr istəyirəm. Burada artıq gedirik. Calvin Klein'in yerini çəkirəm. Jenny var idi, çəkə bilmədim, üzülürəm. New Yorker yox. Bura desən Stradivarius'dur. Bura gəldik. Hə, Bershkaya gəldik. Biraz qarışdırıram, unutqanlıq var. New Yorkerdən aldıqlarımızı alıb gedirik nənəmgilə. Nənəmlə görüşmüşük. Nənəmgilə gedirik. Yol nənəmgil tərəfədir. Yəni orada biraz məsafə. Bu arada burada artıq xəstələndiyimi hiss edirəm. Yəni ondan sonraki bir qismdə səsim var. Gəldik evə, nənəm təzə evidir. İndi buranı göstərəcəm sizə. Bu belə giriş səsidir. Bura biraz dağınıqdır çünki aldıqlarımız falan hamısı buradadır. Giriş səsi belədir. Bura onların zalıdır. Yəni bu arada biz bura ikinci dəfə də getdik. Yəni bu videonu izləməmişəm və ilk dəfə gedişimiz idi. Artıq hər şey falan var. Bu balaca otaqda burada mən qalıram. Yəni mənlə bacım həmişə gedəndə burada qalırıq. Bura ayaq yolu belə. Əslində çəkməyəcəydim. Prosto üzrlü sayın gəlib. Mətbəx, yəni həqiqətən çox qəşəng ev. Yəni hər kəsin istəyəcəyi bir ev türüdür. Bura elə yəni mamam qalırlar bu otaqda. Belə. Digər otağa çəkə bilmədim çünki var idilər. Burada aldığımız paltarları göstərirəm. Bunu deyəsən Cotton'dan aldıq. Səhv etmirəmsə. Bunu Zara'dan aldıq, qardaşıma aldıq. Həqiqətən çox keyfiyyətli bir kurtka çıxdı. Bunu da aldıq. Bunu bacıma aldıq, amma bacım bunun çəhrayısını alıb, bunu mənə verdi. Bu qardaşımın köynəyi, bu paltar deyiləm. Çox qəşəng paltardır. New Yorkerdən aldığım köynəkləri göstərirəm. Bu body tarzı köynək. Bunu bir iki dəfə geymişəm. Benim aldıqlarını unutdumlardı. Yəni burada da hamısı. Yəni burada bir üçün görüşük hangi gəlib pişirir. Burada da dolma. Akşam gəlib yiyəcək. Markete gəldik. Telefonumuzda aşağıda qalmışdıq. Pol aldım belə. İşte Martimiçka. Elə şokolad, duz, bir də qatıq aldıq. Yeməyimizi yeyəndən sonra mamamın bibisi ilə gələcəkdik. Mən əslində çox yemədim. Çox yemə insan deyiləm. Burada nənəmin bibisi ilə gedirik. Nənəmin nə idi? Mamamın bibisi ilə. Dedim ki, unutqanlıq çox pis bir şeydir. Həqiqətən mən bu aralar çox unutqan insan olmuşam. Şeylər aldıq. Bu da bacım aldı. Qardaşımın əlində yığıb belə özü üçün. Gedirik kasaya doğru. Baş şokolatı və Oreo. Bunları çox sevirəm hər ikisini. Balıqlara baxın. Birini aldım. İlbizlər baxın. 3 dənə burada İlbiz var. Bir dəqiqə. 1, 2, İlbizin bir Burada artıq evimizə gedirik. Yəni hava o qədər qaranlıq idi. Saat bilməm 1:00 falan qaydanda. Yəni evə qayıdırdıq. Mən aldılarımı minib birazdan gəlib çəkəcəm. Yəni marketdən aldığımı. Bu arada bu aldığım bu baş şokolatın adını heç bəyənmədim. Bilməm şokolat yemişdim amma yəni belə wow deyiləcən dərəcədə bir wow dərəcədə şokolat deyildi. Nəysə, gecəniz xeyir, sabah görüşərik. Sabahınız xeyir, necəsiz? Bəli, mən xəstələnmişəm. Səsim də çox pis çıxır. Bilməm, mən də vlogu necə arxasını gətirəcəm. Yəni, buna gitmək falan da var. İndi səhər durmuşam. Bəli, gördüyünüz kimi mən xəstəyəm və burada özümə şokolad eləməyə istəyirəm. Şokoladdan özümə şokolad düzəldəcəm fərqli qablarda. Mən niyə hər dəfəsində sağ olun falan deyirəm, qısa növbəri. Orada səslənmə elətmədiyim üçün, yəni səs olmadığı üçün arxasında mən demirəm orada və burada deyirəm. Yəni bu şokolad həqiqətən daha çox qəşəngdir. Qabı var, yenə eləməyi düşünürəm. Prosta damla şokoladlardan, bu şokoladlardan tapa bilərəm, onu düşünürəm. Xahiş edirəm, bilənlər varsa yoruma yazsın. Xəstə bunu yemişdim, həqiqətən çox dadlı idi. Xəstə olduğum üçün çox danışa bilmirəm və boğazım çox pis ağrıyır. Gözlərim işləmə yatacaq mənim sabah bilmirəm hələ. Sabah görüm yaxşı çıxa bilsəm. Hamısının sabahınız xeyir. Dünən heç bir video çəkə bilmədim. Doğrudan çox pis ağrıyırdım. Gözlərim falan içi həqiqətən çox pis yanırdı. Bugün biraz daha yaxşıyam. Səsimdə biraz qəlbəlik var. Biraz desən burnuma qarşıram. Burnum biraz şişib. Hər nəsə, bugün zaten evə qayıdırıq. Bugün sabah dünənə nisbətən daha yaxşıyam. Yəni belə davam edərəm. Vlogumuza buradan davam edəcəyik. Dünən çəkəcəydim axşam işə getdim. Mamamın bibisi ilə getdik. Amma orada da doğrudan da heç halım yox idi. Yəni mən də elə oturmuşdum kənarda. İndi səhər yeməyimizi yedik. Birazdan bəlkə gedəcəyik evə, bilmirəm elə. Artıq evə dönürük və qardaşım məni xəstə bayıra çıxardıb ki, gedək fırlanaq. Yəni o cingılları götürür hər dəfəsində, yerə atır, üstü falan toz uyur yəni. Burada taksin gözləyirik gəlməsin. Artıq şəhərdəyəm. Evimizin yuxarısına qalxırıq. Şəhərdəyik. Və bu qədər. Umarım videom xoşunuza gəlmişdir. Like atıb abunə olmayı unutmayın. Sağ olun, öpürəm.